sizə Azərbaycan-Ermənistan danışıqlarının maraqlı bir mərhələsindən danışmaq istəyirəm. 1997-1999-cu illərdə müxtəlif təkliflər gündəmə gəlib. Məqsəd həm Azərbaycanın ərazi bütövlüyünü qorumaq, həm də Dağlıq Qarabağ ermənilərinə maksimum muxtariyyət vermək idi. O dövrdə Məğri Qarabağ mübadiləsi ideyası ortaya çıxmışdı. Ermənistan Məğri koridorunu Azərbaycana verəcək, bunun müqabilində isə Qarabağın statusu və ya Ermənistana birləşməsi ilə bağlı güzəştlər əldə edəcəkdi. Hətta ondan çox variant müzakirə olunmuşdu. Bəziləri tam ərazi mübadiləsini, bəziləri isə tranzit hüquqları və beynəlxalq zəmanətləri nəzərdə tuturdu. Azərbaycan üçün əsas qazanc işğal olunmuş ərazilərin geri qaytarılması, qaçqınların geri dönməsi və beynəlxalq sülh məramlarının yerləşdirilməsi idi. Ermənilər isə geniş muxtariyyət, öz qanunverici orqanları, bayrağı və mədəni əlaqələr əldə edəcəklərdi. Amma Ermənistanın daxili siyasəti buna imkan vermirdi. Liderlər və elit qruplar razılığı qəbul etmirdi. Nəticə bu təkliflər diplomatik olaraq həyata keçmədi. Tarixi baxımdan isə həmin sənədlər illər sonra baş verənlərin ssenarisini qabaqcadan göstərirdi. Azərbaycan ərazilərinin nəzarətini bərpa etdi. Laçın koridoru beynəlxalq nəzarət altına qaldı və ermənilər Azərbaycan suverenliyi altında reinteqrasiya olundu. Bu həm də böyük bir diplomatik fürsətin itirildiyi bir dövr kimi tarixdə qaldı.